Salam əziz dostlar, dünyanın faniliyi barəsində bir misal çəkim. İnsan dünyasını dəyişəndə onu aparırlar, dəfn edirlər, qəbrə qoyurlar. Kimlər onu qəbrə qoyur? Dünyada onun üçün canlarını fəda verməyə hazır olan ailəsi, uşaqları, qardaşı, bacısı. Dünyada ona deyirdilər ki, sənin üçün biz canımızı fəda verək, sənə qurban olaq. Sənə görə canımızı verərik. Amma aparırlar onu, dəfn eləyirlər. Tək saxlayırlar onu orada. Hətta gecə belə onun yanında qalmırlar. O qəbir gecəsində ilk gecəsi var ha. Orada onun yanında, qəbrin ətrafında qalmırlar. Qayıdıb gəlirlər evlərinə, eşiklərinə, ailələrinin, balalarının yanına. Amma o orada tək qalır. Əməlləri ilə, Allahı ilə üz-üzə. Bax, dünya bu qədər fanidir. Dünya bu qədər qısadır və keçicidir. Bu dünyanın malından ötürü bir-birimizi qırmayaq. Bir-birimizlə düşmən olmayaq. Bunların heç biri bizim əlimizdə qalmayacaq. Hər birimizi ora, əli boş, heç nəsiz gedəcəyik. Allah bizi, əməllərimizi sağlam bəndələrdən qərar versin inşallah. Sağ olun.